Deməli, sağ ayaqda ağrı, hissiyatın zəifləməsi. Bax, gördüyünüz kimi, gəl yaxından sağ ayağı göstər. Sağ ayağın ölçüsü təbii ki, sol ayaqdan biraz böyükdür. Sol ayaq isti, sağ ayaq soyuqdur. Buz kimidir. Bax, bura hal-hazırda buz kimidir. Bu isə istidir. Və eyni zamanda baxırıq. Bəzən görürsünüz ki, nə olur? Bəzən flebitlərdə də atyok olur. Amma burada atyok yoxdur. Və eyni zamanda baxın, daş kimidir, çox möhkəmdir. Bax, bura istidir, bu soyuqdur. Bura yumşaqdır, bu daş kimi möhkəmdir. Elə deyilmi? Bax, indi biz bunun doplerini eləyəcəyik və mən hesab edirəm, burada tromboflebit var. Tromboflebitdən şübhələnirəm. İndi onu da yoxlayanda görəcəyik. Bax, o xəstənin ayağının doplerini eləyirik. Görürsünüzmü? Burada həm arteriyalar, həm venalar görürük. Əvvəlcə arteriya baxaq. İndi biz gəldik venaya. Əvvəlcə venanın kompressiya gedib getməməyinə nəzarət edirik. Baxın, venamız kompressiya gedir. Və aşağıya endikcə axının zəifləməsini görürük. Artıq baldır nahiyəsində axının nə eləyib, zəifləyib.